Leyla cərrahiyyə otağına keçdi. Oradan kiçik çamadanla qayıtdı. Paltosunu geyinə-geyinə Şirinə dedi: "Mən doğuş korpusuna getməliyəm. Bayaqkı tapşırıqları yerinə yetir. Cəvahir Abdullayeva ilə məşğul ol. Ancaq sabahkı əməliyyat barədə ona bir söz demə. Çalışacağam tez qayıdım." O stolüstü şüşənin altındakı növbətçi siyahısını nəzərdən keçirtdi. "İkinci növbətçi həkim kimdir?" Barmağı şüşənin üzəri ilə sürüşdü. "Doktor Əsgərova gələndə deyin ki, mən o biri korpusdayam." Şirin gözlərini qaldırıb divar saatına nəzər saldı. Gecikir. Fağır lap qocalıb. Ayaqlarını çəkənə kimi o sözünü bitirmədi. Həyətə baxan pəncərəyə sarı boylandı. Odur, özüdür ki var, bu soyuqda. Məndən olsa onu heç növbətçi salmaram. Leyla cavab vermədi. Otaqdan çıxanda dəhlizin o başından Ələsgərovun əsasının səsi gəlirdi. Tak, tak, tak. Doğuş korpusunun vestibülündə zəif işıq yanırdı. Orada var-gəl edən qoca xidmətçi Leylanın paltosunu aldı. Gözləri ilə dəhlizə açılan qapıya işarə edərək pıçıldadı. "Sizi gözləyirlər." Sinə dolusu ah çəkdi. Yazıq, balaları yetim qaldı. Bir cüt, ikisi də oğlan. Cavanca, gümrah bir cüvənəzəndi. Kimin ağlına gələrdi? Düz deyiblər, arvad üçün doğuş ölümə bərabərdir. O xalatı ehtiyatla Leylanın çiyninə saldı. "Elə deməyin, ana, heç bir şey olmaz." "Allah ağzınızdan eşitsin, bala." Vestibülə açılan dar dəhlizdə bir dəstə qadın durmuşdu. Onlar gözlərini doğuş palatasından çəkmədən pıçıldaşırdılar. Qapı açıldı. Leyla üzü təzə maskalı baş həkimlə üz-üzə gəldi. "Buyurun, buyurun, kollega, bura!" deyə korpusun baş həkimi yana çevrilib Leylaya yol verdi. Mamanın biri xəstənin baş, digəri isə ayaq tərəfində durmuşdu. Şəfqət bacısı o yanda, pəncərə qabağındakı hündür stolun üstündə qırmızı ayaqları tərpəşən körpələri qundaqlayırdı. Çağaların biri tez kirimişdi. O biri xırıltılı səslə çığırırdı. Zahı huşunu itirmişdi. Başı sola əyildiyindən ağzının bir bucağı açıqdı. Nəfəsi xırıltı ilə qırıla-qırıla çıxır, arabil çənəsi aşağı dartınırdı. Leyla əllərini fırça ilə sürtə-sürtə ancaq bir məsələ barəsində fikirləşirdi. Qan köçürülüb, köməyi olmayıb. Demək aortaya qan vermək lazımdır. Bəlkə, nə üçün bəlkə? Mütləq ürəyi qidalandırmaq, fəaliyyətini artırmaq. Moskvada təkmilləşdirmə kursunda olduğu zaman dəfələrlə gördüyü bu əməliyyatı təfsilatı ilə xatırlamağa çalışırdı. O doğuş stolunun baş tərəfinə keçib zahının göz qapaqlarını qaldırdı. Burnunun ucu itilənmiş, üzünün cizgiləri dərinləşməyə başlamışdı. Bu otaqda ölüm addım-addım irəliləyirdi. Leyla ətrafda duranları nəzərdən keçirdi. Baş həkim əllərini ova-ova vəziyyəti izah etməyə başladı. Ağrısı dünəndən başlamışdı. Birinci uşaq olanda quru doğuşdan üzülmüşdü. İkincini isə özümüz. Süni. Körpələrin ikisi də salamatdır. İkincidən 20 dəqiqə keçmiş ağırlaşma baş verdi. Huşunu itirdi. Qan köçürmə müvəqqəti kömək etdi. Təkrar epilepsiyadan arterial təzyiq endi. Bu dəfə qan köçürmə kömək etmədi. Sonra da o nəzərlərini zahının göy ləkələr çökmüş çənəsindən ayırmadan əlacısız halda qollarını açdı. Sonrasını da görürsünüz. Universal qan varmı? Aortaya yeritmək lazımdır. Leyla bu sözləri elə qətiyyətlə dedi ki, otaqda nə isə bir canlanma hiss olundu. Xalatının qollarını dirsəyə kimi çırmamış böyük mama qaşlarını dartdı. Təəccüblə soruşdu. "Necə aortaya? Döş qəfəsini açmaq istəyirsiniz?" Leyla başını yırğaladı. "Döş qəfəsini açmaq nə üçün? Buna ehtiyac da yoxdur." Zahının başını ehtiyatla sağa çevirdi. Şəfqət bacısının qat-qat büküb yumruladığı mələfəni xəstənin sol çiyni altına yeritdi. Sol körpücük sümüyünə 3-4 santimetr yuxarıda, zahının boynunda kiçik bir yarıq açdı. Sol yuxu arteriyası nazik divarı görünəndə gözünü oradan çəkmədən sağ əlini uzatdı. "İynə." Şəfqət bacısı toxucu milinə bənzər iynəni ona verdi. İynə yuxu arteriyasına keçən kimi Leyla ucu tic sterjini küt uclusu ilə əvəz etdi. Onun həssas barmaqlarının güclə sezilən təkanı iynəyə istiqamət verir, o da yuxu arteriyası ilə ürəyə doğru hərəkət edirdi.
Bu an Leyla'nın bütün diqqəti, bütün hissləri barmaqlarının ucuna toplanmışdı. Barmaqlar sanki iynənin ucu ilə birlikdə qanın istisini, tənbəl-tənbəl vuran ürəyin döyüntüsünü eşidir, görür, hiss edirdi. Ətrafda duranlar onun əllərini gözdən qoymur, iynənin hərəkətini izləyirdilər. Budur, iynənin 1/4 qaldı. Sağ əli sol əl əvəz etdi. Sağ əlin barmaqları iynəyə pərçim olunmuş ikinci mili ehtiyatla çəkdi. Dəlikdə bir damla tutqun qara qan göründü. Yavaş-yavaş iriləndi. Titrəyişlə əsdi. Sonra diyirləndi. Leyla iynə ucunun aorta qan damarının girəcəyində olduğunu yəqin edəndən sonra iynənin yoğun kökünü cihazın rezin borusuna bənd etdi. Şəfqət bacısı tərkibi oksigen, qlukoza və adrenalinlə zənginləşdirilmiş, isidilmiş ampulu hazır tutmuşdu. Cihaz nəbzin vurğusuna uyğun impulslarla qanı zəifləmiş ürəyə verməyə başladı. Leyla aşağı əyildiyindən ətrafdakıları görmürdü. Keymiş barmaqları isə başqa bir ürəyin tənbəl döyüntüsünü öz ürəyinin şiddətli çırpıntısından qat-qat aydın eşidir, ona elə gəlirdi ki, bu yad ürək dayansa, onun da ürəyi dayanacaq. Otaqda nə isə bir hərəkət sezildi. Ağ xalatlar sağa-sola çəkildi. Reflektorun işığı bir an titrədi. Bu nədir? Yoxsa işıq hallüsinasiyasıdır? O gözünü tez-tez qırpdı. Yoğun kişi səsi soruşdu. Başlanğıc təzyiq necə idi? Leylanın çiyinləri üzərindən elə bil ağır bir yük qaldırdılar. Gəldi, şükür, gəlib çıxdı. O gözlərini qan vuran cihazdan ayırmadan dilləndi. 20 millimetrə yaxın. Bir-birinə qısılmış dodaqları şordadırdı. 200 kubik vurmaq istəyirəm. Şorluq getdikcə azalırdı. Yaxşı, çox yaxşı, davam edin. Səsin ahəngi onu sakitləşdirdi. Azad nəfəs aldı. Ovcunu gizildədən gözə görünməz iynələr yoxa çıxdı. Barmaqları yenə iynə ilə keçən qanın yüngül təzyiqini hiss etdi. Kimsə pıçıldadı. Rəngi özünə gəlir. Çənəsindəki göy ləkələr də çəkilir, elə deyil? Suala cavab verən olmadı. Leyla gözlərini cihazdan ayırmadan nəbzini yoxlayın pıçıldadı. Baş həkim xəstənin sağ biləyini əlinə aldı. Baş barmağı ilə nəbzi axtardı. 52 Yox, 55, 52, 55, fərqi nədir? Ahəngi fikir verin. Hüseynbəyev irəli keçib Zahının göz qapaqlarını araladı. Xəstənin gözləri işıqdan qamaşırmış kimi titrədi. Dərindən, sinə dolusu ah çəkdi. Sonra aramsız əsnəməyə başladı. Onlar doğuş korpusundan çıxanda qar kəsmişdi. Ayazdağ havası şəffaf və parlaqdı. Enli xiyabanın hər iki tərəfinə hasar çəkmiş küknar ağaclarına qar yatmışdı. Ay işığı iynə yarpaqlarda minlərlə ulduzcuqlar yandırmışdı. Hüseynbəyev maşına oturanda başını rula söykəyib yatmış sürücü dikəldi. Leyla paltosunun boyunluğunu qaldırdı. Cərrahiyyə korpusuna gedən xiyaban ay işığına bələnmişdi. Onun ürəyində bu yolla tənha getmək, sinəsindəki əzginliyi, hərarəti qış gecəsinə bulaq suyu kimi şəffaf havası ilə sakitləşdirmək arzusu oyandı. Buna görə də maşının dal qapısını örtüb, gözünü yoldan çəkmədən dedi: "Mən piyada gedəcəm." Hüseynbəyev rəncidə halda başını yırğaladı. "Otur, otur, bu gecə vaxtı nə vacibdir?" dedi və qandırılıb arxa qapını təzədən açdı. Leyla maşına əyləşdi. Palatalarda işıqları keçirtmişdilər. Xidmətçi dəhlizdə taxtın üstündən mürgü döyürdü. Leyla astaca pəncələri üstə keçdi. Növbətçi otağın qapısına çatanda Şirinin pıçıltısını eşitdi. "Doktor, doktor Ələsgərov. Doktor, ay doktor, sizin nəyəm axı?" Bu dəfə o səbri tükənmiş halda çığırdı. Cərrahiyyədən çıxmış xəstə öskürür. "Nə edim?" Həkimin boğuq, xırıltılı səsi gəldi. "Əgər biri asqırsa, onda da məni oyadarsan. Asqıran yoxdur ki." "Zarafata salmayın, tikiş sökülsə, sabah kişi mənim dədəmi yandırar. Rəhmətliyin qızı, tikişi sökülsə, burada məndən başqa həkim yoxdur?" Qapının cırıltısına Şirin döndü. Həkim koruş gözlərini qıydı. Əlini balıncın altına sürtdü. Görünür, çeşməyini axtarırdı. "Nə yaxşı ki, gəlib çıxdınız." Şirinlə Leyla izolyatora girəndə sakitlikdi. Xəstə sakit yatırdı. Böyründəki çarpaya uzanmış yaşlı qadın hənirti eşidən kimi hövlanak yerindən sıçradı. Əlini ağzına aparıb pıçıltı ilə: "Yatır, iynədən sonra yuxuya gedib.
Daha öskürmür dedi. Dəhlizə çıxanda Şirin pıçıldadı. Anasıdır. Yazıq arvad 3 gündür ki, beləcə oturub. Nə yeyir, nə içir, nə gözünə yuxu gedir. Ana belə şeydir. Ələsgərovun xorultusu növbətçi həkimlərə aid otağı yenə başına götürmüşdü. Leyla içəri keçdi. Yumşaq kresloda oturub dirsəklərini stola dayadı. Xorultu ara verdi. Yalnız indi o başının ağırlaşdığını, özünün yorğunluqdan üzüldüyünü hiss etdi. Kürəyini yumşaq söykənəcəyə verib gözlərini yumdu və başa düşdü ki, biraz əvvəl keçirdiyi ağır, istirablı dəqiqələr ötüb keçməmişdir. Bunlar onun daxilində hələ uzun müddət yaşayacaqdır. Budur, iynə yuxu arteriyası ilə keçir. Bu an sanki bütün varlığı barmaqlarının ucuna yığılmışdır. İynə özü ilə onu da çəkib aparır. Kimsə pıçıldayır. Rəngi özünə gəlir. Çənəsindəki göy ləkələr çəkilir. Xəstə dərindən ah çəkir. Sonra bir-birinin ardınca əsnək gətirir. Ağ mələfələrin arasında qırmızı körpə ayaqları çırpınır. Qığıltı ətrafa diyirlənir. Bir neçə saat əvvəl baş verən əhvalatı elə bil kimsə kino lentinə çəkib. Lent arabir sürətlə fırlanır, ara verir, ləngiyir, qırılır, sonra yenə fırlanır. Şiddətli qan itkisi nəticəsində arterial təzyiq birdən-birə düşəndə qan köçürmə nəinki fayda verir, bəzən xəta törədir. Bu, kiçik qan dövranının işini çoxaltdığından ürəyin sağ yarısını genəldir və qəzaya səbəb olur. Belə hallarda vena qan damarlarına bilavasitə yaxın olan aortaya azca qan yeritməklə qəzanın qarşısını almaq olar. Bu kimin səsidir? Kimdir bunu pıçıldayan? Bu səs bayaq 3 adamın həyatını xilas etdi. Bir ananın, 2 də körpənin. Bir xırıltı diyirlənə-diyirlənə Leylanın üstünə cumur. O diksinib gözlərini açdı. Doktor Ələsgərovun xorultusu idi. Yazıq qocalıb. Qəribədir. Hüseynbəyev xəstəxananın bu qədər işçisi içərisində bircə onunla mülayim davranır. Bu qoca həkimlə danışanda tamam dəyişilir, yumşalır. Elə bil qarşısındakı həkim deyil, ərköyün bir uşaqdır. Qapını kimsə taqqıldatdı. Leyla, buyurun dedi. Stolüstü lampanın işığını gələnə sarı tuşladı. Kürən Dəmirçioğlu ehtiyatla irəli gəldi. Sarı, tüklü əlini gür işıqdan qamaşan gözlərinin qabağına tutdu. Bir yuxu dərmanı lazımdır. Luminaldan, barbamildən zaddan. Xorultu kəsildi. Ələsgərov qalxıb yerinin içində oturdu. Çeşməyini döşək ağına silərək taxdı. Mən də deyirəm kimdir. Kürən, qoymazsan gözümüzün açısını alaq? Kürən gülümsündü. Xorultun dünyanı götürüb yenə narazısan? Həkim ayaqlarını sürütləyə-sürütləyə ona yanaşdı. Əlini Dəmirçioğlunun arıq, sısqa çiyninə qoyub silkələdi. Sən deyiləm ki, dünyanın gəliri çıxarı barədə gecələr yastığa hesabat verəm. Fikirdən, xəyaldan beni arıqlamısan da? Kürən başını yırğaladı. Həmid, sən elə o vaxt yataqxanada da belə idin. Başını yerə atan kimi xoruldardın. Həsəd aparardıq. Həkimin qaşları çatıldı. Gözlərini yerə dikdi. Onda hamı yatırdı. Sən özün də luminalsız, barbaminsiz keçinirdin. Leyla ona yuxu dərmanı verdi. Aşağı vestibüldə saat 2-ni vurdu. Yeni il qabağı xəstəxanada bir qəribəlik vardı. Cərrahiyyə korpusunda xəstələrin sayı 1-2 azalsa da qayğı artmışdı. Əvvəllər sağalmaqda olan xəstələrin ümid verən söhbəti ağır naxoşların başını qatırdı. İndi isə yatağa məhkum olanlar öz dərdləri, mərəzləri ilə tək-tənha qalmışdılar. Buna görə də ağrı, istirab və şikayət 1-ə 5 artmışdı. Yeni ilə bir neçə gün qalmış, səhər 5 dəqiqəliyində Hüseynbəyev bildirdi ki, cümə axşamına 2 ağır əməliyyat təyin olunmuşdur. Bunlardan birini düz bağırsağın cərrahiyyəsini doktor Şərifzadə, ikincisini Nahidin assistentliyi ilə özüm aparacağam. Baş cərrahın kabinetinə yığışanlar dönüb Leylaya baxdılar. Çünki bu cərrahiyyə korpusunun həyatında nadir hadisə idi. Cəmsi 4 ay xəstəxanada işləyən təzə həkimə Hüseynbəyevin sərbəst əməliyyat tapşırması görünməmiş haldır. Hüseynbəyev həmişə belə deyərdi. Cərrahiyyə stolu müqəddəsdir. Burada işləmək hüququnu gərək qazanasan. Cərrahiyyə bəhri kəbirdir.
Çay gəmilərini sürən kapitana okean gəmisini tapşırmaq olmaz. Cərrah həm yaxşı terapevt, həm də yaxşı patoloq anatom olmalıdır. Elmdən aldığın, təcrübədən götürdüyün, bir də öz fəhmin. Bu üç zəruri şərt məndə var deyə bilsən, cərrahiyyə stoluna yaxınlaş. Buna görə də baş cərrahın təzə həkimə əməliyyat tapşırması Leylaya qarşı kimin ürəyində hörmət, kiminkində şübhə, kimin ürəyində isə qibtə oyatdı. Niyə? Necə olur? Nəyə əsasən suallarına hərə bir cür cavab tapdı. Baş cərrahın kabinetindən çıxanda camaatı başqa bir məsələ də narahat edirdi. Yeni il qabağı bir neçə ağır cərrahiyyə əməliyyatlarının təyin olunması xüsusən orta tip işçiləri içərisinə vəlvələ salmışdı. Qadınlar baş cərrahın əlindən rəncidə idilər. Bayram əhval-ruhiyyəsi hər şey üstələdiyi bir vaxtda heç kim özünü çətinə salmaq, çiynini ağır yük altına vermək istəmirdi. Məsələnin başqa bir tərəfi də vardı. Qayğı tələb edən xəstələrin sayı artdıqca, bayram günləri növbətçilərinin sayı da artacaqdı. Bu əziz günlərdə heç kim ailədən ayrılmaq, şənlik məclislərindən məhrum olmaq niyyətində deyildi. Buna görə də cərrahiyyə korpusunda görünməmiş bir gərginlik hökm sürürdü. Bütün günü həkimlər, şəfqət bacıları baş-başa verib pıçıldaşır, gileylənir, baş cərrahın müsbət cəhətlərini unudub, yalnız qüsurlarını dilə gətirir, ondan qeybət qırırdılar. İşin axırına yaxın Nahid cərrahiyyə otağı qarşısındakı dəhlizdə Leylaya yanaşdı. Kollega, məncə Hüseynbəyovla danışmaq lazımdır, dedi. Leyla təəccüblə qaşlarını qaldırdı. Dinməsə də üzünün ifadəsi nə barədə, deyə soruşurdu. Nahid əllərini xalatının iri ciblərini bərk-bərk basaraq fikrini aydınlaşdırdı. İki mürəkkəb əməliyyatın birisi günə təyin olunmasından camaat narazıdır. Görmürsünüz şöbə arı pətəyi kimi vızıldaşır? Məncə hər iki əməliyyatın yeni ilə keçirilməsi məsləhətdir. Leyla onun üzünə baxmadan çiyinlərini çəkdi. Mən onu yaxşı başa düşürəm, dedi. Hüseynbəyov yeni ilə ağır əməliyyatla başlamaq istəmir. O başını yana əydi. Sonra tərəddüdlə sözünə davam etdi. Nə deyim, vəziyyəti siz ki məndən yaxşı bilirsiniz. Qaldı növbətçiliyə, bu da məni narahat etmir. Əksinə, yeni ilə xəstəxanada xəstələrlə birlikdə məmnuniyyətlə keçirərəm. Tək ki sağlıq olsun. Dəhlizin o başından əlindəki məktubları yelləyə-yelləyə gələn Şirin Leylanın qabağını kəsdi. Doktor Şərifzadə, muştuluğu nisyə də qəbul edə bilərəm. Siz bir məktub gözləyirdiniz, mən ikisini gətirmişəm. Səriyənin xəttini Leyla hələ uzaqdan tanıdı. O biri məktubu o üzə bu üzə çevirdi. Zərfin üzərində onun adı və familiyasının qarşısında mötərizədə şəxsən sözü əlavə olunmuşdu. Məktub sahibinin ünvanı isə qeyd edilməmişdi. Leyla ürəyinin döyüntüsünü hiss etdi. Bəlkə Xaliddəndir. Ancaq məktubda poçtun möhrü də yoxdur. O Nahiddən ayrılan kimi şəfqət bacılarına məxsus otağa keçdi. Naməlum məktubu tələsik açdı. Hörmətli Leyla xanım, əvvəla yeni ilinizi qabaqcadan təbrik edirəm. Sizə dünyanın ən gözəl nemətlərini, can sağlığı və xoşbəxtlik arzulayıram. Sonra da çox xahiş edirəm ki, yanvarın 2-sində buyurub bizə təşrif gətirəsiniz. Qoy məktubun sizi təəccübləndirməsin. Həmin gün mənim 35 yaşım tamam olur. İstəyirəm ki, qərib yerdə yanımda heç olmasa bircə nəfər Bakılı bacım olsun. Əlinizi bərk-bərk sıxıram. Hörmətlə Mənzilə Mövludova. R.S. Ünvanı yazmıram. 7 tamamda dalınızca maşın göndərəcəm. Leyla gülümsədi. Mənzilə xanımın incə ətir qoxusu yayılan məktubunu büküb cibinə qoydu. İkinci məktubun kənarını cırdı. Sətirləri tələsik nəzərdən keçirtmək istədi. Ancaq latın əlifbası ilə rus hərflərinin qarışığından yaranmış sözləri qammaq, əsl mənanı aşkar etmək o qədər də asan məsələ deyildi. Səriyə yazırdı ki, səndən ötəri burnumun ucu göynəyir. Deyirəm mərdimazların evi görün bərbad olsun. Qızı isti yerindən didərgin saldı. Hərdən yaman qəribsiyirəm. İstəyirəm qanad bağlayım, yanına uçum. Yanvarın 9-unda, ya 10-unda yanına gələcəm. İşdən onca gün icazə almışam. Ətrafda cürbəcür şayələr gəzir. Yəqin eşitməmiş deyilsən. Allah qoysa görüşəndə dərdləşərik. Leyla, əzizim, haqqın sipəri tuncdan, poladdandır.
Nahaq ona bata bilməz. Necə deyərlər, nadürüst dürüstün üstünə çirkə batdı ki, ləkələsin. Ancaq zaman o ləkəni sildi. İndi də həqiqət üzə çıxmağa başlayıb. Həqiqət üzə çıxmağa başlayıb. Leyla Səriyənin nəyə işarə etdiyini yaxşı başa düşürdü. Şirin içəri girdi. Elektrik peçini cərəyana qoşdu. Doktor deyə üzünü Leylaya tutdu. Bayaq terapiyaya getmişdim. Mənzilə xanım sizi soruşdu. Sonra xahiş etdi ki, məktubu çatdırım. Dedi 4-5 günlük harasa gedəsidir. Ona görə bayramınızı əvvəlcədən təbrik etmək istəyir. Leyla, çox sağ olsun dedi. Məni ad gününə dəvət eləyir. O birisi yəqin ananızdandır. Şirinin yetik nəzərləri onun üzünə sancılmışdı. Nə yazır? Sağ-salamatlıqdırmı? Salamatlıqdır. Leyla köksünü ötürdü. Yazır 10 günlük yanına gələcəm. O xalatının qollarını səliqə ilə qatlamağa başladı. Birdən-birə soruşdu. Şirin, bəlkə qonşuda tanışda bir otaq yeri bilirsiniz? 2 nəfərlik bir otaq. Neçə istəsələr verərəm. Ciyim gəlsə mehmanxanada çətin olacaq. Şirin fikrə getdi. Soraqlaşaram, ürəyinizi sıxmayın. Bədayaqda otağımın biri qurbandır sizə. Yox, razı olmaram buna. 4-5 uşağı bir otağa yığmaq çətindir. Şirin güldü. Doktor, 4-5 nədir? Biz 11 baş külfətik. 4 oğlan, 4 qız, qaynanam, yoldaşım və bir də mən. Nə yaxşı, deməli xoşbəxt anasınız. Şirin dərindən ah çəkdi. Elədir, uşaqlardan giləyim yoxdur. İkisi texnikumu bitirib, işləyir. Qalanlar da yaxşı oxuyurlar. Ancaq o təəssüflə başını tərpətdi. Görünür, xoşbəxtlik dünyaya bir qıçlı gəlir. Hələ elə bir adama rast düşməmişəm ki, desin, mən hər tərəfli xoşbəxtəm. Leyla dinmədi. Şirin iynələri qaynamaqda olan suya atıb sterilizatorun qapağını örtdü. Mən ailə sirrini açan adamları sevmirəm. Deyirəm, ürək süfrə deyir ki, hər gələnin qabağına sərəsən. Ancaq nə edəsən, dərs sümük kimi boğazına tıxananda gərək çıxarıb atasan. Leyla xanım, mənim dərdim böyükdür. Yoldaşım müharibədən qayıdandan sonra içkiyə qurşanıb. Leylanın qaşları çatıldı. Şirin öz-özünə danışırmış kimi davam etdi. Müharibə çoxunu öldürdü. Çoxunu da şikəst etdi. İçmədiyi vaxt canlara dəyər. Elə ki, içdi üzünü görmə. Sonra peşman olur. Söz verir ki, bir daha içməyəcəm. Ancaq nə edəsən ki, bacarmır. Şirin kövrəldi. Ləçəyinin ucu ilə gözlərinin yaşını sildi. Cəld işə girişdi. Sterilizatorun qapağını qaldırdı. Bu vuran əllərini üfləyə-üfləyə iynələri çıxarıb emallı ləyənə yığdı. Ampulları seçib götürdü. Qapıdan çıxanda qanrılıb Leylanın üzünə utana-utana gülümsədi. Fikir eləmə, düzələn işdir. Sabah qaynanama tapşıraram, bir yaxşı otaq soraqlaşar. Camaat uşaqlı ailəyə ev vermək istəmir. Sizə nə söz? Leyla 6-cı palatadan çıxanda vestibüldəki saat 2-ni vurdu. İşin axırına az qalırdı. Səhər təşrih ediləsi xəstələrin epikrizlərini bir də nəzərdən keçirdi. Laboratoriyadan alınmış cavablara baxdı. Kürən Dəmirçioğlunun son kardioqramması xoşuna gəlmədi. İkinci xəstənin ürəyində isə heç bir dəyişiklik yoxdur. Düz bağırsağın xroniki xəstəliyi, kəskinləşməsi, ay yarım. Əməliyyatı bu vaxta kimi nə üçün uzadıblar? Hə, soyuq dəymə, bronxlarda gedən proses mane olub, öskürəyi kəsilib, hər şey öz qaydasında. Demək, əməliyyat müvəffəqiyyətlə keçəcək. Buna kim zəmanət verə bilər? Əlahəzrət orqanizm cənablarının o qədər gözlənilməz şıltaqlıqları var ki, Ələsgərov qapını gürültü ilə açıb içəri girdi. Onun arxasınca gələn Saleh əlindəki qəzeti yelləyə-yelləyə deyirdi. Bu da təzə dəbdir. Hansı qəzeti, jurnalı açırsansa, elə hey yazırlar. Xoşbəxtlik nədir, gözəllik nədir, insan ləyaqəti nədir, vətən məhəbbəti nə deməkdir, yaxşılıq nədir, pislik nədir, daha nə bilim nə. Ələsgərov çeşməyinin şüşələrini silə-silə, başını qaldırmadan onun sözünü kəsdi. Niyə? Pis suallar deyil. Arabir bu barədə beyni işlətməyə dəyər. Demirəm ki, dəyməz. İş burasındadır ki, bu sualların heç birinə də düzəməlli cavab verən yoxdur. Elə cavab ki, ürəkdən tikan çıxarsın. Hərə öz bildiyini çalır. Qoca həkim çeşməyini taxıb qırışlar içərisində itən gözlərini Salehə zillədi. Deməli, verilən cavablar səni təmin etmir?
Bəlkə onlardan bircəciyinə, lap elə birincisinə sən özün cavab verəsən. Mən jurnalist deyiləm ki, bəzəyəm düzəyəm. Ələsgərov Leylaya sarı çönüb göz vurdu. Biz bəzək-düzək istəmirik, maraqlanırıq. Bu barədə dostumuzun fikrini öyrənmək istəyirik. Hə, de görək sən xoşbəxtliyi necə təsəvvür edirsən? Xoşbəxt dəqiqələrindən balaca bir epizod danış. Saleh qızardı. Tərəddüd içərisində qaşlarını oynatdı. Xoşbəxtlik özünü xoşbəxt hiss etməkdir. Yaxşı, qoy bir məsəl çəkim. Keçən istirahət günü bir-iki yoldaşla Bənövşəli gölə getmişdik. Maşını bulağın böyründə saxladıq. Yedik, içdik, gəzdik. Sonra 3-4 qırqovul vurduq. Şad-xürrəm qayıtdıq evə. Bu bir. İstəyirsən birini də deyim. Ələsgərov dodağını büzdü. Başını yırğaladı. Elə bu imiş xoşbəxtlik. Qutudan çəkdiyi belamoru dodaqları arasına aldı. Ciblərini əllədi. Bizim bir pişiyimiz var. Bir də görürsən yeyir, içir, bığlarına tumar çəkib pilləkənin başında özünü günə verir. Arabil gözlərini açıb yan görəsini nəzərdən keçirir. Sonra yenə xumarlanır. Bu vədə Məstanın üz gözündən xoşbəxtlik yağır. Səninlə Məstan arasında bir fərq görmürəm. Qapı aralandı. Cavan şəfqət bacısı Nərgizin başı göründü. O otaqdakıları nəzərdən keçirib soruşdu. Doktor Ağazadəni görəniniz yoxdur? Ay qız, bir dəqiqə, bircə sualıma cavab verə bilərsən? Deyib qoca həkim Nərgizi içəri çağırdı. De görüm xoşbəxtlik nədir? Nərgiz özünü itirmiş halda gözlərini döydü. Fikirləşdi, sonra qaşlarını oynadaraq güldü. Nə bilim, evimizdə bişməyib, qonşudan da gəlməyib. Hüseynbəyev Nahid doktor axtarır, görəniniz olmayıb, deyə təkrar soruşdu və cavab gözləmədən çıxıb getdi. Ələsgərov sualına cavab tapmadığındanmı, ya kibriti itirdiyindanmı rəncidə halda sözünə davam etdi. Bilirsən, bu hara aparıb çıxarır? Salih söhbəti zarafata salmağa çalışdı. Doktor Ələsgərov, görün bizi əks-inqilabçı eləyə bilərsinizmi? Bu əks-inqilab deyil, əzizim, faşizmdir. O bir anlığa sözünü kəsdi. Şəhadət barmağını qaldırıb Salehin qarşısında durdu. Faşistlər istəyirdilər ki, damarlarından alman qanı axmayan adam kim olur olsun, yüksək ideal uğrunda mübarizəni gərək unutsun. Qarnı tox olanda desin, mən necə də xoşbəxtəm. Yoldaşı yanında gəbərsə, özü nəfəs aldığı üçün sevinsin. Quldur alimlər böyük bir problem, insanı heyvanlaşdırmaq problemi üzərində işləyirlər. Heç bir məqsədi, amalı olmayan, iradəsiz insan hazırlamaq problemi. Təbii qul iradəli qul. O nəhayət kibriti tapıb papirosunu alışdırdı. Başına dolan tüstünü əli ilə qovub sözünə davam etdi. Sən də tutmusan ki, Bənövşəli göl belə gəldi, qırqovul elə getdi. İnsan yox olandan sonra da onun qoyub getdiyi boşluq hiss olunmalıdır. Həkim, indi bildin ki, xoşbəxtlik nədir? Məncə əksinə, mətbuat bu barədə az danışır. Lap çox danışmalıdır ki, Nərgiz çaşbaş qalmasın. Salih pərtliyini büruzə verməmək üçün heç zarafata keçirdi. Ustada təşəkkür, bilmirdim, öyrəndim. Yenə qapının arasından Nərgizin başı göründü. Doktor Ələsgərov tez 3-cü palataya deyib qaçdı. Qoca həkim dodaqları arasındakı papirosunu səbətə atdı. Otaqdan çıxanda ayaq saxlayıb dedi, söhbətimiz hələ bitməyib, bekar vaxtda davam etdirərik. Salih Leyla ilə üz-üzə əyləşdi. Mübahisə kefini pozmuşdu. Köhnə qvardiya ilə söhbət eləmək xatadır. O susdu. Nə fikirləşdisə başını buladı. Doğru deyiblər ki, çirkaba daş atma, üstünə sıçrar. Leyla qovluqları bağlayıb yeşiyə yığdı. Yerindən qalxdı, Salihə yaxınlaşdı. Əlini onun çiyninə qoyub gülümsədi. Kollega, elə demə, köhnə qvardiya palıda bənzəyir. Bərkdən boşdan, zamanın tufanından çıxmış palıda. Biz isə hələ palıd qozasıyıq. Yaxşı bir el məsəli var. Deyirlər, gücün çatmayan daşı ələ uzatma, zora düşərsən. Əməliyyat müvəffəqiyyətlə keçmişdi. Cərrahiyyə korpusunun bütün həkimləri Hüseynbəyevin kabinetinə yığılmışdılar. Xəstə hələ palataya köçürülməmişdi. Hüseynbəyev yazı masasının böyründə kresloda oturmuşdu. 5 saat çəkən əməliyyatdan sonra nəinki təşrih edən həkimlər, hətta tamaşa edənlər belə özlərini yorğun və əzgin hiss edirdilər.
Hüseynbəyev stəkanı arabir qaldırır, ağzına aparır, qurumuş dodaqlarını ısladırdı. Əməliyyatın müvəffəqiyyətlə keçməsindən danışırlar. Halbuki bunu hələ müvəffəqiyyət adlandırmaq olmaz. Kim bilir, təbabət dəqiq elm deyil. Buna görə də biz orqanizm haqqında təxmini təsəvvürə malikik. Vaxtilə bizə deyirdilər ki, hər bir orqanın vəziyyəti onu əmələ gətirən toxumaların fəaliyyətindən asılıdır. İndi isə sübut edirlər ki, toxuma orqanizmin ümumi idarəetmə sisteminə tabedir. İdarəetmə pozulduqda toxumanın fəaliyyəti də dəyişilir. Buna görə də hər toxumanı hərtərəfli öyrənmək və sarpıntıları üzə çıxarmaq lazımdır. Milyonlarla toxumaları. Bu isə mümkün deyil. Buna görə də həkim təxmini müalicə edir. Deyirlər filan kəs yaxşı həkimdir. Gəldi, diqqətlə müayinə elədi, laboratoriyasız, analizsiz, kardioqrammasız diaqnoz qoydu, getdi. Çərən-pərən boş sözdür. Fəhmlə diaqnoz olmaz. Tədqiqatsız kəşf yoxdur. Diaqnostika kəşfdir. Həkimin müalicəsi yerinə düşürsə, bu ondan irəli gəlir ki, orqanizmdə yaşamaq uğrunda güclü mübarizə qabiliyyəti var. Həkim ona yalnız təkan verir. Cərrahiyyə isə tamam başqa. Bu təkan deyil, mürəkkəb bir kombinatın işinə müdaxilədir. Kombinatın bir detalında baş vermiş qəzanı düzəldirsən, o biri detalın bu müdaxiləyə qarşı necə əlaqə bəsləyəcəyini əvvəlcədən bilmək çətindir. Ürək, böyrəklər, qaraciyər, hökmdarlar hökmdarı mərkəzi sinir sistemi. Kürən Dəmirçioğlu, sən indi mədəsiz yaşamalısan. Çünki onun salamat qalmış hissəsini mədə adlandırmaq çətindir. Gözlərini açanda uşaqlar necə sevindilər. Gözləri təzə doğulan körpənin gözləri kimi mənasızdır. Ancaq yaxşı ki açdı. Demək başqa orqanlar bizim müdaxiləmizə qarşı deyillər. Kaş belə olaydı. Cərrah üçün ən çətini xəstənin əməliyyat prosesində keçinməsidir. Deyirsən sonra nə olur olsun, canı cəhənnəm? Sən cavabdeh deyilsən, eləmi? Yox, cavabdehsən. İş vaxtı bitib. Görə niyə getmirlər? Heç kim də tələsmir. Həyəcan keçirirlər, sevinirlər. Sən də sevinirsən. İndi milyon təklif etsələr, təzədən belə bir əməliyyata girişməzsən. Getmirlər, gözləyirlər, xətircəm getmək istəyirlər. Yaxşı uşaqlardır. Sən isə onları hey danlayırsan. Səndən xoş söz eşidən olubmu? Yəqin Hüseynbəyevi görən gözləri yoxdur. Nədənsə baş cərrah bu dəqiqələr özünə kənardan baxdı. Yad gözlə. Səhərdən axşama kimi xəstələr arasında əzab, əziyyət, inilti, sızıltı. Yəqin hamı da acdır. Axı heç kim nahara getməyib. Birinin arvadı, birinin anası gözləyir. Getmək istəmirlər. De ki, səni ayrı yerdə yaxşı vəzifəyə qoymaq istəyirəm. Hansı gedər? Heç biri. Hamısı yaxşı cərrah olmaq istəyir. Hüseynbəyev gülümsədi. O gün Şəhriyar Müləndərli deyir ki, biz istirahət etməyi, əylənməyi bacarmırıq. Cavanlar da işləməyi. Deyir, mən domino, dama oynayan, nərd atmaqla gün keçirən adamlara həsəd aparıram. Çünki özüm bunu bacarmıram. Bircə dəqiqə işsiz dura bilmirəm. Cavanlar kürəklərini işə vermək istəmirlər. Düz deyil, haqsızlıqdır belə hökm vermək. Müharibə vaxtı biz onların nəyə qadir olduqlarını gördük. Hərəsi bir yiğitdir. Onlar olmasaydı. Qapını çəkib açdılar. Dəhlizə bir ağ xalatlı nəzərə çarpdı. Tez də yoxa çıxdı. Ancaq onun təngənəfəs çıxırtısını hamı eşitdi. Tez, tez, doktor, tez! Hüseynbəyev yerindən sıçradı. Otaqdakılar da onun ardınca dəhlizə tökülüşdülər. Baş cərrah təngnəfəs içəri girdi. Qapını bərk-bərk basıb örtdü. Səsküy qapının o üzündə qaldı. Otaqda yalnız balondan daman məhlulun tappıltısı eşidilirdi. Elektrokardioskopun ekranında ürəyin biotoklarını qeyd edən gümüşü xətt atılıb düşür, sonra birdən qırılır, yenə rəqsini davam etdirirdi. Gözlərini ekrana zilləmiş həkimin ağ papağı yana əyilmiş, saçları pırtdaşıb sağ tərəfdən çiyninə tökülmüşdü. Leylanın rəngi avazımışdı, dodaqlarını incimiş uşaq kimi büzmüşdü. Nahid qan təzyiqini ölçürdü. Başını qaldırmadı, ancaq alnı və çeşməyinin qalın qara körpücüyü görünürdü. Hüseynbəyev xəstənin baş tərəfinə keçdi. Otaqdakıların heç biri üzünü döndərib baxmadı. Elə bil o,
heç burada değildi. Baş cərrah qurumuş dodaqlarını yaladı. Qan təzyiqi. Sıçrayışla qalxmışdı, yavaş-yavaş düşür. Adrenalin vermək lazımdır. Vermişik. Kortizon necə? Leyla başını yırğaladı. Yox. Kortizon vurmaq lazımdır, yüksək doza ilə. Kortizon bəzən qəribə təsir edir. Bütün toxumaların fəaliyyətini artırır. Nə üçün? Hələlik məlum deyil. Sən də qoca öküz, istirahətə vaxt tapdın. Kefin qalxmışdı. Limonlu çay içirdin. Ətrafına yığışanlar da pıça-pıçla səni tərifləyirdilər. Güya öz aralarında danışırdılar. Amma səni eşitdirirdilər. Sən də qulaq asırdın, həzz alırdın. Nahid aparatı yığışdırırdı. Analizlərin cavabı hələ yoxdur. Leyla yenə başını yırğaladı. Bunun da nitqi quruyub, başı ilə danışır. Yaxşı ki, Biləndənlinin əməliyyatını təxirə saldıq. Görəsən nədən birdən-birə böyrəklərində ağrı başladı? Bəlkə qorxudan, həyəcandan, ya başqa səbəbdən. Nə biləsən? Hüseynbəyev üzünü Nahidə çevirdi. Nətər oldu axı? Nahid əllərini açdı. Əvvəl qan təzyiqi sıçrayışla qalxmağa başladı. Papaverin vurmaq istədik. Heç iynəni götürməyə vaxt tapmadıq. Vaxt tapmadıq, maymaq, qoyun. Sən tərpənənə kimi. Kəs səsini qoca öküz. Camaat neçə saatdır ayaq üstədir, sənin üçün işləyir. Söyüşdən başqa ağlına bir şey gəlmir? Nəbzi nə qədər hiss olunmadı? Nahid elektrokardioskopa işarə etdi. Təxminən 1 dəqiqə. Düz 1 dəqiqə? Nahid çiyinlərini çəkdi. Qaşları yuxarı dartıldı. Ürək bircə dəqiqədən çox dayansa, beynin əsas maddəsi ölür. Bundan sonra ürək yenə vura bilər. Ancaq müvəqqəti, əbədi yatmaq üçün. Sağalıb qalxan xəstəyə hələ rast gəlməmişəm. Elektrokardioskopun qarşısında dayanmış həkim papağını düzəltdi. Saçlarını ağ qalpağın altına yığdı. Allaha şükür deyib dərindən ah çəkdi. Kürənin sarılı, qırmızılı kiprikləri titrədi. Gözlərini açdı. Nəzərləri başı üstə dayanmış adama zilləndi. Sidiyini götürmüsünüzmü? Bəli, azdır, çox az. Özü də xıltlı, qəhvəyi rəngdə. Böyrəklər şıltaqlıq etməyə başlasa, onda vəssalam. Qapının cırıltısına hamı döndü. Şəfqət bacısı idi. Laboratoriyadan analizlərin cavabını gətirmişdi. Leyla kağızları ondan aldı. Ötəri nəzərdən keçirib baş cərrahı uzatdı. Pis deyil, bayaq da pis deyildi. Nahidlə Leyla baxışdılar. Hüseynbəyev elə qəzəblə danışırdı ki, güya təşrihdən sonra baş verən qəza kiminsə səhlənkarlığı üzündən olmuşdu. Baş cərrah saata baxdı. Nə qədər keçir? Düz 27 dəqiqə. İkinci qəza adətən 10-15 dəqiqə keçmiş baş verir. Çox görmüşük. Şükür ki, salamatçılıqdır. Təhlükə ötdü. Böyrəklərin fəaliyyətini gözdən qoymayın. Birazdan xəstəni palataya keçirdilər. Hava qaralmışdı. Həkimlər 1-1, 2-1, asta-asta vestibülə düşürdülər. Baş cərrahın qapısını tıqqıldatdılar. O yerindən cəld qalxdı. Qapını tez açdı, geri çəkildi. Biri-birinin üstünə yığılmış yastıq, adyal və yatacaq ağlarının dalından Nadya xalanın boğuq səsi eşidildi. Mənəm əzizim, sənə yorğan döşək gətirmişəm. Səhərdən ayaq üstəsən, biraz öz qeydinə də qal. Xəstəxanada yalnız Nadya xala onunla belə danışa bilirdi. Uzan əzizim, məndən başqa kimdir yetimin qeydinə qalan? Uzan bala, qoca sümüklərinin ağrısına ancaq yorğan döşək çəkər. O divanın üstünü rahlaya-rahlaya hey danışırdı. Nadya xala ancaq xəstəxanada deyil, kənarda da Hüseynbəyevin qayğısını çəkirdi. Evində yığış edir, azdan çoxdan xörəyini bişirir, əlindən gələni əsirgəməzdi. Təzə mənzilə köçməzdən əvvəl baş cərrah onun evində kirayənişin olurdu. Hüseynbəyev Nadyanın dediklərini təxmini eşidirdi. Yeşiyini çəkib papiros çıxartdı, alışdırdı, tüstünü sinəsinə çəkdi. Ancaq həmişəki ləzzət almadı. Papirosmu, ya ağzı mı şordadırdı. Nadya divanın qarşısında hey əzilib düzəlir, dirsəyə kimi çirməkli qırışıq qolları, düyünlü əlləri hey qalxıb enirdi. Ömrünü xəstələr arasında keçirmiş bu qoca qadın sanki dünyaya başqasının dərdini yüngülləşdirmək, köməyə ehtiyacı olanlara yardım etmək, qayğı çəkmək üçün gəlmişdi. Hayıf ki, belələri azdır. Şəfqət bacısı, həkim, hətta professor yetişdirmək olar.
ancaq beləsini hazırlamaq çətindir. Bunun üçün məktəb, kurs yoxdur. Ancaq lazımdır. Studiya, sanitarlar buraxan studiya. Nadya işini qurtarıb Hüseynbəyova yanaşdı. Yəqin evə gedəsi olmadın. O cavab gözləmədən əlavə etdi. Naharını qızdırımmı? Nə nahar? Hardandır nahar? Necə hardandır? Evdən. Fikirləşdim ki, belə ağır əməliyyatdan sonra yəqin ki, burada qalarsan. Bəlkə əvvəl yaxşı bir çay süzüm, təzədəm. O cavab gözləmədən stəkanı götürüb getdi. Adəti idi, ürəkdən keçəni üzdən oxuyardı. Görəsən kim gedib, kim qalıb? Növbətçi gərək ki, Həmiddir. Nahid də getməz qalar. Yerindən güclə qalxdı. Dəhliz alaqaranlıqdı. Bir-iki yerdə zəif işıq yanırdı. Nadyuşa yaxşı dedi. Qoca sümüklərinin ağrısını ancaq yorğan döşək çəkər. Hə, qocalıq əsasını dayayıb. Hazırlaş. 60-ı xırdalamağa başlamısan. 20 il bundan əvvəl nələr keçirdi ürəyindən. Deyirdin cərrahiyyədən alçaq dağları mən yaradacam. Ömrün baharında qışını təsəvvür etmək çətindir. O zaman mədə xorası cərrahiyyəsi üzərində namizədlik dissertasiyasını müdafiə edəndə hamı deyirdi, Hüseynbəyev istedaddır. 2-3 il keçməmiş doktorluq dissertasiyası müdafiə edəcək. Necə oldu? Necə olacaq? Sonrakı illər bizə 3 barmağın kombinasiyasından hasil olan işarəni göstərdi. Al, ye, nuşucan. Sonra bir-birinin ardınca zəlzələlər. Müharibə, öz aramızdır. Zaman bizə yaman badalaq gəldi. Palatanın qapısı aralı idi. Sakitlikdir. Deməli, hər şey öz qaydasındadır. Baş cərrah qapını açdı. Doktor Ələsgərov stolun söykənəcəyinə dirsəklənmişdi. Hüseynbəyevi görcək dikəldi. Leyla isə kətlin üstündə üzü divara oturmuşdu. Rivarocci aparatının rezin qolları qulağında olduğundan hənirtini eşitmədi. Dəmirçioğlu narkozun təsirindən tamam ayılmamışdı. Gözlərinə qan sızmışdı. Dodaqları çatlamışdı. Tez-tez dodaqlarını yalayırdı. Başını çöndərdi. Gözləri parladı. Sağ yanağına bir damla yaş axdı. Burnunun yanı ilə süzülüb dodağına çatdı. Hüseynbəyev ona sarı əyilib gülümsədi. Hə, necəsən dost? Kürənin nazik boynuna ağırlıq edən başı yastığın üstündə yırğalandı. Danışma, bilirəm ağırdır. Çətini elə bu gecədir. Sən ki bəkdən boşdan çox çıxmısan. Qoy bu axırıncı olsun. 1-2 saatda döz. Kürənin əvəzinə Ələsgərov ah çəkdi. Nə qədər dözmək olar? Hüseynbəyev dolabçanın üstündəki kağızı əlinə aldı. Pıçıldadı. Ürək, qan təzyiqi, roye, leykosit, sidik yaxşılaşmağa doğru gedir, eləmi? Rivarocci aparatını bükməkdə olan Leylaya sarı çöndü. Siz hələ getməmisiniz, bəs Nahid necə oldu? Ələsgərov əlini daz başına çəkdi. Getdi. Leyla xanım öz arzusu ilə onu əvəz edir. Deyir nə təfavütü, bu qarda qiyamətdə şəhərin o başına getməkdənsə buradaca qalaram. Hüseynbəyevin qaşları çatıldı. Otaqda o baş bu başa gəzindi. Siz elə mehmanxanada olursunuz? Bəli. Bununla 3-cü dəfədir ki, soruşur. Köçmək lazımdır. Mehmanxanada qalmaq çətindir. Leyla otaqdan çıxdı. Ələsgərov köksünü ötürdü. Əlbəttə, xüsusən qız xeylağına. Bakıda Əli Axundzadənin klinikasında işləyirmiş. İşlək qızdır. Qazançası da pis deyil. O əlini gicgahına apardı. Tanıyırsan da Dələduz əlini. Nə bilmək olar? Bəlkə dəyişilib. Dəyişilib. Hüseynbəyev rişxəndlə ona baxdı. Gülümsədi. Ağacı burdan çıxarırsan, orada. 5 addımlıqda bastırırsan, tutmur, quruyur. Nə üçün? Çünki dəyişilə bilmir. Sən istəyirsən ki, ağacdan qat-qat mürəkkəb bir orqanizm dəyişilsin. Vələdüznə fırıldaqçı dönüb yaxşı adam olsun. Leyla qayıtdı. Söhbət kəsildi. Həmid, sən burdasan da, mən gedim biraz uzanım. Bir şey olsa xəbər verərsən. Şərifzadə, siz də biraz istirahət edin, Həmid burdadır. Nadya təzədən çayı qovluğun üstünə qoymuşdu. Soymasın deyə üstünü bastırmışdı. Göy soğan, turp da ağ dəsmalın arasında idi. Kiçik tavanın qapağı altından buğ qalxırdı. Hüseynbəyev çay süzdü. Tavanın qapağını araladı. Bəh-bəh, bizim bu Nadyuşanın əvəzi yoxdur.
Stolun böyründəki zəngi basdı. Uzun müddət cavab çıxmadı. Axırda Nadya özü gəldi. "Nadyuşa, çörəyin yarısını doktor Şərifzadəyə apar. Səhərdən burdadır, ac olar." Nadya çörəyin arasına yığdığı kotleti, göyərtini kağıza bükdü. Hüseynbəyev çaydanı işarə etdi. "Çay yadından çıxmasın." O Nadyanın çiyninə toxundu. "Yoxsa sən də ancaq böyüklərə qulluq göstərirsən, yetim yesiri yaddan çıxarırsan?" Nadya gülümsündü. "Mən burada səndən böyük yetim yesir görmürəm. Qardaş yox, bacı yox, arvad yox, oğul uşaq yox, tək tənha." "Bəs belə de, sən yetimliyimə görə mənə qayğı göstərirsən?" Nadya dərindən ah çəkdi. "Deyirəm evlən, sözümə baxmırsan. Mən də daha qocalmışam. Hayım gedib, vayım qalıb. Ölsəm lap qalacaqsan əlamanda." Yeyib içəndən sonra o xalatını, pencəyini askıya keçirdi. Uzandı. Ağır zəhmətdən sonra istirahət necə də xoş olur. Yat, yat, gözlərini yum. Yumdum. Yuxu bir parça yağlı çörək oldu. Böyürdən çıxan pişik alıb qaçırtdı. Kimsə Nadyanın səsi ilə pıçıldayırdı. Yat, yat, yetim bala. Qardaş yox, bacı yox, arvad yox, tək tənha. Yorğunluqdan kürəkləri qovşan baş cərrah qollarını başı altında çarpazlayır. Xəyal onu xatirələr aləminə səyahətə çıxarır. İllər köhnə albomun saralıb solmuş səhifələri kimi çevrilir. Oradan iki yaxşı baxır. Qara saçlı, xumar gözlü yaxşı. İki cərgə inci dişlərin parıltısından göz qamaşır. Tanımayanlar soruşurlar. "Qızındır?" O fərəhlə başını yırğalayır. "Yox, arvadımdır." Albomun səhifələri tez-tez çevrilir. Vərəqlər, xəzan yarpaqları. İllər qanlı, qadalı. Yaman günün ömrü az olur deyirlər. Sənin üçünsə çox oldu. Uzandı. Xəstəlik yaxşını üzür. 3 ilin ərzində saçları ağarır. Ağarır, dişləri qaralır. Qırılıb tökülür. Bu həminki yaxşıdırmı? Xəstəni müayinə etmək üçün dəvət olunmuş professor soruşur. Ananızdırmı? Rəşid Hüseynbəyev kədərlə başını yırğalayır. Yox, arvadımdır. Qanlı tufanlı bir qış axşamı. Yaxşı ona yanında yer göstərir. Rəşid, otur deyir. Qulaq as, ancaq sözümü kəsmə. Sənə yalan yaraşmır. Nəyə lazım? Onsuz da bacarmırsan. Səni dünyanın ən böyük səadətindən məhrum etdim. Övladsız qoydum. 3 ildir mənimlə bütün əziyyətlərimi bölüşürsən. 1 ildən sonra evlənərsən. 1 il bəsdir. Saymazlıq təhqirdir. İstər insana, istər onun xatirəsinə, ölüyə və diriyə. Mən səni yeyəsiz, narahat görmək istəmirəm. Qızın olsa, adını yaxşı qoy. Yaxşı, mən sənin vəsiyyətini yerinə yetirə bilmədim. Bacarmadım. Kim səni əvəz edə bilərdi? 3-cü adamı bədbəxt etmək istəmədim. Bir də ki, sən axı həmişə mənimləsən. Hər dəfə xəstəni ölümdən xilas edəndə sən məzəmmətlə deyirsən, bircə məni qutara bilmədin. O üşüdü, adyalı çəkib üstünü bastırdı. Yuxu idimi gördüklərim, yoxsa xəyaldı? Əlini alnına çəkdi. Bir azca yata bilsəydim. Evdə olsaydım, Barbamildən, Pipalfendən bir şey qəbul edərdim. Burada olmaz. Nə qədər keçir? Çeşməyə taxıb saata baxdı. Paho, cəmsi yarım saat. Mən də deyirəm, yəqin 200 saat, 4 saat. Biraz da uzanım. Kürənin vəziyyəti ağırdır. Mədə şişi, bəd şişdir. Hiss edirsən, yəqin histoloji analiz göstərər. Metastaz verməyibsə, bəlkə, bu bəlkələr olmasaydı, insan dühası bu qədər kəşflər edir, dünya kitablar yazır, o cümlədən təbabətə aid. Demək olar ki, bütün xəstəliklər şərh olunub, simptomları, inkişafı, müalicəsi. Sənin yanına isə xəstəlik yox, xəstə gəlir. Dünyada 2 barmağın izi bir-birini təkrar etmir, 2 xətt tamam eyni olmur. Bu şübhəsiz mərkəzi sinir sisteminin möcüzələrindən biridir. Xəstəlik də həmçinin. Eyni xəstəlik birində belə keçir, o birində başqa cür. Bax elə götürək son əməliyyatı. Hər şey öz qaydasında. Xəstəlik məlum. Heç bir qəza falan baş vermədi. 1 saat keçmiş.
Yox, 1 saat 19 dəqiqə. Buyur. Birdən-birə cənab ürəyin şıltaqlığı tutdu. Nə üçün? Bu şıltaq axı təkrar oluna bilər. Çiyinlərini çəkirsən, bilmirsən? Ona görə ki, tibb elmi dəqiq elmlərdən fərqlənir. Əslində o ayrı-ayrı istedadların zənninə arxalanır. Axı bir adamın hünərini, bacarığını həkimlər ordusu içərisindən necə yayasan? Bir duhanın, bir istedadın, ya bir dəstə seçilmiş adamın öz fövqəladə istedadı ilə qavradığı, fəhm ilə duyduğu fərdi, fitri mülahizəni başqalarına necə aşılayasan? 6 ildir sən burdasan, eləmi? Əvvəl bildiklərin, müharibədə öyrəndiklərin, müharibə cərrahlar üçün xüsusi məktəb oldu. Biri elə sən. Pis cərrah deyilsən ki. Qoca, sən deyəsən özündən çox razısan. Bir dəqiqə qulaq as. Ölümdən xilas etdiklərin azdırmı? Bəs neçəsini o dünyaya göndərmisən? Hə? Dinmirsən. Hamı deyir. Hüseynbəyovun əlləri qızıldır. O, adı nə idi? Kor bağırsaq iltihabından gedən. Gecidi. Kimdi gecikdirən? Sən. Tosqundu, piy basmışdı. Ürəyə davam gətirmədi. Yaxşı. Bəs uşaq salmasından keçinən cavan gəlin necə? O da mı tosqunluqdan tələf oldu? Onda sənin qızıl əllərin hardaydı? Baş cərrah. Qapı astaca döyüldü, açıldı. Doktor Hüseynbəyov, yatmamısınız ki? Yox, yatmamışam. Doktor Şərifzadə soruşur ki, bu saat gəlirəm. Palatada stol üstü lampa yanırdı. Lampanın başına qəzet papaq keçirtmişdilər. Kürənin üzü kölgədə idi. Leyla əlindəki şüşəni qaldırıb işığa tutdu. Şüşənin dibindəki tünd xıltılı maye çalxalandı. Elə budur. Nə qədər vaxtda? 2 saatda. İstəyirdim iynə vuram, biraz yatsın, rahatlansın. Baxdım ki, lazım deyil. Bəlkə kateteri dəyişəsiniz. Kateter nizamdadır. Böyrəklərin fəaliyyətini artırmaq gərək. Hazırlayın bir ampul. Hüseynbəyov xəstənin nəbzini tutdu. Ürəyi çırpınırdı. Dəqiqədə 90 dəfə. Zərər yoxdur. Bu adrenalinin təsiridir. Nətərsən kişi? Kürənin dodaqları tərpəndi. Həmişəki səsinə oxşamayan xırıltı və pıçıltı eşidildi. Ölümdən yox, ağrıdan, əzabdan qorxuram. Səni də əziyyətə saldım. Acca da döz, biraz yatarsan, iynə vurarıq, dincini alarsan. Kürənin çənəsi əsdi. İynə ilə yat, iynə ilə dur. Şəfqət bacısı əlində iynə içəri girdi. Ardınca Ələsgərov qan sağılmış gözlərini ova-ova gəldi. Leylanın rəngi daha da avazımışdı. Gözlərinin altı kölgələnmişdi. Hüseynbəyov ona baxaraq fikirləşirdi. Cərrahiyyə təkcə əməliyyat aparmaqla bitmir. Bu əməliyyatdan sonra gecə səhərə kimi əlləşmək lazımdır. Nigarançılıq, intizar, tərəddüd. Hüseynbəyov ağ xalatın üstündən çiyninə saldığı yun jaketin yaxasını ağız-ağıza çəkib, bir əlini 2 barmağı arasında saxladı. Dəhliz soyuqdu. Belə olmaz. Gərək sabah ocaqçını çağırtdırım. Bir yerə yazın. Yaddan çıxmasın. Əvvəllər çıxmazdı. İndi unuduram. Hər şeyi unuduram. O növbətçi həkimlərin otağına keçdi. Qapı tərəfdəki divanın yatacağı əzilmişdi. Arakəsmənin dalındakı yataq necə düzəlmişdisə, eləcə də qalmışdı. Yastığa baş dəyməmişdi. Leyla tənginəfəs içəri girdi. Görünür dəhlizdən yüyürə-yüyürə keçmişdi. Hüseynbəyovun otaqda olduğundan xəbərsizdi. Ona görə özünü itirdi. Arakəsmədən görünən yatağa nəzər saldı. O tərəfə keçmədi. Yazı masasının böyründə, kətlin üstündə oturdu. Soyuqdan büzüşdü. Ayaqlarını kətinin altında gizlətdi. Hüseynbəyov gicgahlarını iri, kobud yumruqlarına dayanmışdı. Birdən gözlənilmədən soruşdu. Klinikada əlinin kafedrasında işləyirdiniz, eləmi? Bəli, 3 ilə yaxın. Nə əcəb mövzu götürməyirsiniz? Leyla tərəddüdlə dedi. Aspiranturaya daxil olmaq üçün konkursa iştirak etdim. Baş cərrah gözlüyünün üstündən ona baxdı. Dinməsə də gözləri soruşurdu. Nə oldu? Leylanın qaşları düyünləndi. Məndən aşağı bal toplayan keçdi. Dedilər, sən onsuz da kafedrada işləyirsən. Mövzu götür, nə fərqi var? Gözlər yenə soruşdu. Bəs sonra? Sonra öz xahişimlə rayona gəlmək istədim. Fikirləşdim ki, təcrübəsiz cərrahiyyə yoxdur. Hüseynbəyov gözlərini aşağı dikdi. Qaşları çatılmışdı. Sanki stol üstü şüşədən baxan Rəşid Hüseynbəyova tamaşa edirdi.
Telefon səsləndi. Bəli, eşidirəm. Cavab vermədilər. Eşidirəm, bala, səsini çıxart görək. Əlaqə kəsildi. Yəqin bizim uşaqlardandır. Dəmirçi oğlunun halını soruşmaq istəyirmiş. Hüseynbəyovun səsini tanıdı. Dillənmədi. Ələsgərov da qayıtdı. Yatağında durub adyalı çiyninə çəkdi. Soyuqdan büzüşdü. Əsnədi. Sidik götürdülər. Xeyli yaxşılaşıb. Dedim iynə vurun, biraz yatsın. Başını yırğaladı. Bu yaşda belə ağır əməliyyata dözmək çətindir. Hüseynbəyev yarımçıq qalmış söhbəti davam etdirdi. Məndən olsa şərt kəsərəm. Ən azı 5 il adicə xəstəxanada işlə. Mürəkkəb əməliyyatlara giriş. Qoy əvvəl səni cərrah kimi tanısınlar. Sonra istəsən aspirant ol, istəsən mövzu seç. Tək bizim sahə belə deyil, elə başqa sahələrdə də. Yoxsa institut qutaran kimi aspirant, sonra da alim, heç yerə getməyərək, laboratoriyanın, rengenin, müasir tibb cihazlarının köməyi ilə müxbərlərdə xərçəng, vəba, tif, traxoma ilə mübarizə aparaq, dediyimizi qurbağa, dovşan üzərində sübuta yetirək, elmi dərəcə alaq. Adamlarsa tələf olsun. Bərəm, yatalaq, skarlatina, daha nə bilim nə qırsın onları. Ələsgərov da söhbətə müdaxilə etdi. Mənim bir tanışım var. İnstitutu qutarandan sonra nəşriyyatda işləyirdi. Təbabətdən cürbəcür xırda broşürlər, məsləhətlər yazırdı. Oradan-buradan topladıqlarından dissertasiya düzəltdi, müdafiə etdi. İndi Bakıda böyük bir kollektivə rəhbərlik edir. Zarafatımız var. Deyirəm, a kişi, sən elmə nə yenilik gətirdin ki, alim oldun? Deyirik, sənin dünya görüşün köhnəlib, fikirlərinə kilkə düşüb. Məyər alim və elm eyni şeydir? Hardan beyninə düşüb ki, alim gərək elmə yenilik gətirə? Belə olsaydı, təbabat durğun gölə oxşamazdı ki. Hüseynbəyov rəncidə halda yerindən qalxdı. Kişi düz buyurur, dedi. Elə belə alimlərin olmasıdır təbabəti durğun gölə döndərən. Mən getdim. Orada növbətçi varmı? Bəli, Şirin palatadadır. Hüseynbəyov Ələsgərova sarı döndü. Lazım olsam çağırın. O gedəndən sonra qoca həkim daha da büzüşdü. Ayaqları yellənəcək kimi o tərəf bu tərəfə gedib gəlirdi. Çəkmələri gah divanın altındakı qaranlığa çəkilir, gah da işığa çıxırdı. Leyla nəzərlərini onunla gizlənqaç oynayan bu ayaqlardan çəkə bilmir, düşünürdü. Yaxşı cərrahdır. Deyirlər namizədlik dissertasiyasını çoxdan müdafiə edib. Bəs nə üçün Bakıda işləmir? Yəqin bura tibb şəhərciyini sahmana salmaq üçün göndəriblər. Nə fərqi? Burada da xəstə var. Ancaq texnika zəifdir. Cərrahiyyəyə müasir tibb avadanlığı lazımdır. Bizim cərrahın iynələri qəribədir. Platindən. Elə bütün alətləri, lansetləri, maşaları, deyir müharibənin yadigarıdır. Qəribə işləyir. Təmkinlə, təmiz və cəld. Bu dəfəki mədə şişi hamını dəhşətə saldı. Kişi qarın boşluğuna elə keçdi ki, qan damarlarının düyünlənməsi çox vaxt alır. O damarsız zonanı məharətlə axtarıb tapırdı. Bunun üçün gərək əla patoloq, anatom olasan. Ona görə də qan itkisi az oldu. Mədə şişini çıxarandan sonra necə dəqiq işləyirdi. Ən çətin əməliyyat onun əlində asan görünür. Ölüm və olum. Bunlar nə qədər bir-birinə yaxın və uzaqdır. Eyni dialektik prosesin davamı və sonu. Ancaq ölümə alışmaq olmur. Cərrah əlində keçinən hər xəstə ilə ölür, sonra dirilir. Bunu harda oxumuşam? Ələsgərov dilləndi. Leyla gözlənilməz səsdən diksinən kimi oldu. Deyirəm, bizim bu cərrahiyyə fitri istedaddır. Biri ömrü boyu işləyir, orta səviyyəli cərrah kimi. O biri isə ilk gündən seçilir. Baxanda deyirsən ki, bəli, bu başqa aləmdir. Burada nəsə var. Mən cərrah deyiləm. Doğrudur, müharibədə cərrahlıq eləmişəm. Onu hesaba almıram. Çünki bilirəm ki, mən terapevtəm. Ancaq Rəşid əməliyyat aparanda kənardan durub baxmağı sevirəm. Zalım oğlu elə bir zərgərdir işləyir. Elədir. Məni bir şey təəccübləndirir. Elmi dərəcəsi var, yaxşı da cərrahdır. Hansı klinikada istəsə işləyə bilər. Demirəm bura pisdir. Axı insan öz istedadını göstərmək üçün daha geniş meydan axtarır. Həkim fikrə getdi. Əllərini cütləyib dizləri arasına aldı. Haçandan haçana dindi. Bütün bunlar düz, Leyla xanım. Ancaq məsələ başqa cürdür. Təsəvvür edin ki, bir vaxt barmağına bir tikan batır. Çıxara bilmirsən. Deyirsən, cəhənnəmə ki, gəzirsən, dolanırsan. Elə ki, əlin bir yerə toxunur, tikan deyir. Mən buradayam ha. Rəşidin də tikanı irinli olub. Bu uzun məsələdir. Leylanın qaşları çatıldı. Bir ixtiyar pıçıldadı. Hərənin də bir tikanı var.
Mən onu çoxdan tanıyıram. Lap tələbəlikdən. 41-ci ildə təsadüfən küçədə rastlaşdıq. O vədə klinikada işləyirdi. Xoşbəxtdən sonra dedi ki, doktorluq dissertasiyam hazırdır. Əsəri bəyəniblər. Bundan heç bir həftə keçməmiş müharibə başladı. Hərbi xəstəxanada 3 il birlikdə işlədik. Xülasə, müharibədən sonra qayıdır. Görür ki, rəhbəri ölüb. Az keçmiş arvadı xəstələnir. Başı qarışır. Arvadı rəhmətə gedəndən sonra uzun müddət özünə gəlmir. 49-cu ildə yenə elmi işə qayıdır. Müharibədən əvvəl yazdığı əsəri redaktə edir, təkmilləşdirir. Deyir, köhnəlmiş məsələləri çıxardım. Axı müharibədən əvvəlki cərrahiyyə ilə sonrakı arasında zəmin asiman fərqi vardı. Bir çox nəzəri məsələlər də dəyişilmişdi. Xülasə, əsərin təzə nüsxəsini institutun cərrahiyyə kafedrasına təqdim edir. Deyir, bir axşam kafedra müdiri evə zəng çaldı. Bir-birimizi yaxşı tanıyırdıq. Xoşbeşdən sonra soruşdu. Hüseynbəyev, sən bu əsəri nə vaxt yazmısan? Dedim, müharibədən əvvəl. Fikrə getdi. Xülasə, söhbətin axırında dedi. Sabah institutadayıq. Səninlə vacib işim var. Vaxt təyin etdik və görüşdük. Əsər haqqında uzun söhbətdən sonra ehtiyatla dedi. Bilirsən nə var? Məni çox çətin işə salmısan. Həmin bu dissertasiyanı filan kəs təxminən 3 il bundan əvvəl bizim kafedrada müdafiə etmişdir. Bədbəxt deyir, boğazım qurudu. Haçandan haçana özümə gəldim. Müdafiədən keçmiş dissertasiyanı tapıb gətirdilər. Nəzərdən keçirtdim. Şübhəsiz bu mənim dissertasiyamın əvvəlki nüsxəsi idi. Cüzi dəyişikliklərlə. Məsələ aydındır. Ancaq sübuta yetirmək çətindir. Əksinə, indi o məni oğurluqda təqsirləndirə bilərdi. Sonra gəl çıx bunun altından. Hamı da bilirdi ki, o 3 il bundan əvvəl əsəri açıq müzakirəyə verib və müvəffəqiyyətlə də müdafiə edib. Deyir, çox fikirləşdim, çıxış yolu tapmadım. Getdim həmin adamın hüzuruna. Tanış olduq. Hərif əvvəl özünü itirdi. Hər tərəfli fikirləşəndən, yerinin möhkəm olduğunu yəqin edəndən sonra təəssüflə gülümsündü. Dedi, olacağa çarə yoxdur. İkilikdə gəl açıq danışaq. Birincisi, sən bunu sübut edə bilməyəcəksən. İkincisi də məni dilə düşə salma. Bunun sənə xeyri yoxdur. Yaxşısı budur, gəl. Bizim kafedrada işlə. Kömək edərik. Uzaq başı 2 ilə müdafiə edərsən. Deyir, çarəm üzüldü. Razı oldum. Ancaq sonra gördüm ki, məsələ başqadır. Hərif hər yerdə şayə yayıb ki, Hüseynbəyevin oğurluq dissertasiyasının üstü açılandan sonra köpük atıb. Kafedrada da birazdan məni sıxışdırmağa başladılar. Başa düşdüm ki, uduzmuşam. Bu fırıldaqçının ikinci kələyi imiş. Leylanın yuxusu qaçsa da başı ağırlaşmışdı. Qəzəbdən ayaqları əsirdi. Eşitdikləri onu sarsıtmışdı. Bu an o hər şeyi unutmuşdu. Palatada ağrıdan qovrulan xəstəni də, vəzifəsini də, qoca həkimi də, içərisində haqsızlığa qarşı tuğyan qalxmışdı. Axı nə üçün fırıldaqçı istədiyini etsin? Elmdə də oğurluq olarmı? Belələri niyə ifşa olunmasın? Deməli, ədalətin kimin tərəfində olduğunu bilən varmış. Ancaq heç kim cəsarət etməyib. Həyatda pis adamların olması böyük fəlakət deyil. Fəlakət yaxşı adamların onlardan qorxub geri çəkilməsidir. Qoca həkim Leylanın ürəyindən keçənləri duymuş kimi dedi. Nə etmək? Axı dəryaya tökülən kürlərin hamısından balıq əmələ gəlmir. 100-dən birinə bu xoşbəxtlik qismət olur. Burada kimi qınayasan? Təbiətin qanunu belədir. Deməli, əllərini qoynuna qoy, otur. Alnına nə yazılıbsa, elə də olacaq. Sən bu dünyada selə düşmüş bir çöpsən, eləmi? Təxminən. Təxminən. Bəs onda inqilab, mübarizə, ədalət yolunda döyüş, bütün bunlar nə üçünmüş? Hədər imiş? Qoca həkim müsahibinə baxdı, gülümsədi. Sonra qılçalarının uyuşuğunu açmaq üçün birini qaldırıb o birini qoydu. Qızı, mən səninlə səhərə kimi mübahisə etməyə hazıram, dedi. Ancaq indi dur. Dur, gedək kürənə baş çəkək. Görək yetimin halı necədir? Dəhlizə çıxdılar. Soyuqdu. Ələsgərov xalatının boyunluğunu qaldırdı. Bayaqki söhbəti davam etdirdi. Cavanlıqda biz dağın zirvəsində oluruq. Yuxarıdan yollar aydın görünür. Elə ki zirvədən enirsən, yollar dolaşır, dolaşır, qızım dolaşır. Bu yollarda o qədər azanlar olub ki, o sözünü bitirmədi. Birdən palatanın qapısı silkələndi, dartıldı. Onlar Nadiya ilə üz-üzə gəldilər. Qarı yaşına uyuşmayan çevikliklə sevişib getdi. Qaça-qaça da tez, tez, tez deyə əli ilə işarələr edirdi. Leylagil palataya girəndə Şirin özünü itirmişdi.
Əlləri əsə-əsə xırdaca ampuldan iynəyə dərman çəkirdi. İşini davam etdirə-etdirə də dedi: Yatmışdı, rahat nəfəs alırdı. Mən də burada oturmuşdum. Necə olubsa bir anlığa huşa getmişəm. Nadya içəri girəndə ayıldım. Gördüm, tez nəbzini yoxladım. Dedim, Nadya qaç, siz gəldiniz. Hüseynbəyev xalatını düymələyə-düymələyə içəri girdi. Çeşməyi əlində idi. Taxmağa vaxt olmamışdı. Gözləri qıpqırmızı, papaq-papaq şişmişdi. Leyla Venaya qan vurmağa başladı. Gözünü iynədən ayırmadan adrenalin deyə pıçıldadı. Şəfqət bacısı şprisdəki dərmanı ştativdə nar suyu kimi loqquldayan təzə qanın içərisinə boşaltdı. Baş cərrah kürənin biləyini əlindən buraxmırdı. Nəbzlərdən tənbəl-tənbəl vururdu. Birazdan o da kəsildi. Hüseynbəyev asta-asta əlini çəkdi. Kürənin bayaqdan bəri boğazına yığılmış xırıltı kəsildi. Baş cərrah gözlərini bərk-bərk sıxdı. Pıçıldadı. Bəsdir. Gözünü döndərdi. Bəsdir. Üzünü döndərdi. Palatadan astaca çıxdı. Leyla gözlərini kürənin qızılı, gümüşü tellər parıldayan batıq ordularına zirləmişdi. Kimsə hey pıçıldayırdı. Budur eyni dialektik prosesin davamı və sonu. Ələsgərov üzünü yana tutub əlini qaldırdı. Sanki bir həyata, bir ömrə əlvida deyirdi. Leyla xəstəxanadan çıxanda özünü çox pis hiss edirdi. Pillələri enə-enə fikirləşirdi. Biləndərlinin əməliyyatını yəqin təzə ilə keçirəsi olacaq. O çölə çıxmazdan əvvəl paltosunu geyinib başını yunşalla möhkəm bürüsə də, elə bil boynunda, kürəklərində soyuq bir əl gəzirdi. Ancaq elə ki çölə çıxdı, gözləri qamaşdı, gözlərini yumdu. Günəş axşamdan yağmış dənəvər qarın üzərinə minlərlə, milyonlarla ulduz səpələmişdi. Geniş xiyabanın sağı, solu ilə ucalan çınarlar da parıldayırdı. Göyün üzü dumduru, şəffaf, bircə bulud belə yox idi. Hər tərəf ağ, təmiz, parlaq, qəribə səhərdi. Təbiət sanki bu səhəri ağrıları, acıları unutturmaq üçün yaratmışdı. Leyla paltosunun boynunu düzəltdi. Göy o qədər parlaq idi ki, gözləri yaşardı. Xiyaban boşdu. Gəl-get yoxdur. Birdən üzünə soyuq bir şey səpələndi. Ağacların budağından qopan qar lopası başına ələnmişdi. Şalının qarını çırpdı. Yuxarı boylandı. Çınarın budağına qonmuş qara qarğa, qara muncuq gözləri ilə ona baxırdı. Leyla barmağını silkələdi. Hey, sənsən mənə sataşan? Səsi özünə qəribə göründü. Elə bir danışan özü deyildi. Kimsə xiyabanın o başında səslənirdi. Xiyabanın ortasına keçdi. Maşının izi ilə getməyə başladı. Ayaqları altında qar ləzzətlə xırtıldayırdı. Evdə Leylanı şad xəbərlə qarşıladılar. Elə bil bu səhər ötən gecəki əzabın, kədərin əvəzini vermək istəyirdi. Yuxudan kal duran qapıçı əsnəyə-əsnəyə dedi. Doktor, dünən sizə qonaq gəlmişdi. Yazıq gəldi, getdi. Gəldi, getdi. Hey soruşdu. Dedim işdədir. Yəqin bir qəza baş verib ki, balnisada gecələyib. Məktub qoydu. Stolun üstündədir. Bir də zəmbil, o da oradadır. Maarifin şoferi ilə gəlmişdilər. Leyla təəssüflə başını yırğaladı. Hayıf ki evdə olmamışam. Yəqin Nadirmiş. Qapıçı onu pilləkənin başına kimi ötürüb qayıtdı. Leyla yuxarı qalxdı. Otaq çöldən soyuqdu. Tez elektrik plitəsini cərəyana qoşdu. Çaydanı doldurub plitənin üstünə qoydu. Stolun üstündə bir zərf, bir də bir varaq kağız vardı. Zərfin üstündəki xətti tanımadı. Ünvana baxdı. Ürəyində at çapdı. Zərfi bir kənara qoyub Nadirin məktubunu aldı. Nadirin qırmızı qələmlə yazdığı sətirlər ipi üzülmüş boyunbağı kimi qırılır, sözlər ətrafa səpələnirdi. Zərfi açdı. Hörmətli Leyla xanım, əvvəl əzizim yazılmışdı. Üstündən bir neçə cızıq çəkilmişdi. Əzizimi dostum əvəz etmişdi. Sonra bu da pozulmuşdu. Təcili qaçqınlığınız məni çox düşündürdü yazıram. Keçirdiyim həyəcanı bildirmək üçün başqa söz tapmadım. Bir şəxs, sizi tanıyan bir nəfər mənə qaçışınızın səbəbini söylədi. Doğrusu inanmadım. Biz axı çox yaxındıq. Bağışla, yaxınlığı pis mənada işlətmirəm. Söhbətlərimiz, mübahisələrimiz, görüşlərimiz, bütün bunlara sizi heç kim məcbur etmirdi. Bunlar iki ürəyin arzusu idi. Eşidəndə ki, bizim yolumuzun üstündə duran, birləşməyimizə mane olan üçüncü bir şəxs var,
Uzun müddət özümə gəlmədim. Rayona tək-tənha getdiyinizi yəqin edəndən sonra dedim. Bəs yolunuzun üstündə duran necə oldu? Təəccübüm biraz da artdı. Burada nə isə var. Nə? Başa düşmürəm. Bəlkə günahkaram, bəlkə səhv bir addım atmışam, bəlkə səni incidən bir hərəkət etmişəm. İşləmədiyin günahın cəzasını çəkmək çox ağırdır. Şərif dayıdan Səriyyənin telefonunu soruşdum, ünvanını öyrəndim. Kağız qələm götürəndə öz-özümə dedim: yazma. Nə lazım? Arzuya sədd yoxdur. O istədiyi kimi etdi. Burada nə üçün, nəyə görə suallarına ehtiyac yoxdur. Ancaq içəridə nə isə bir şey. Sən buna habitus deyərdin. Əmr edir ki, yaz. Leyla, mən səni köməyə çağırıram. Taleyin torunu ikilikdə qırmaq daha asandır. Ancaq burasını bil ki, ürəyin azadlığı mənim üçün hər şeydən üstündür. Ayrılıq sənin ürəyinin arzusudursa, onda məni bağışla. Səbirsizliklə cavab gözləyirəm. Xalid, 26 iyul 1955-ci il. Sizin sözü qaralanmışdı. 5 ay keçirdi. 5 ay. O başını yumruqlarına dayayıb gözlərini məktuba zillədi. Qarşısındakı kağız deyildi, ürəkdi. O bu ürəyin döyüntüsünü eşidirdi. Leyla tək sətirləri deyil, sətirlər arasında deyilənləri də başa düşürdü. De görüm mənim günahım nədir? Bəs mənimki nədir? Mən sənin səadətinə mane ola bilərdim. Qardaşım istedaddır. Onun yolunun üstündə durma. Onu sevirsənsə əlaqəni kəs. Ələsgərov necə deyirdi? Hə, tikan. Mən tikan olmaq istəmədim. Çünki tikanları bir gün çıxardıb atırlar.